Salam, bugün qarşılı ötürmə S variantının izahına baxırıq. Birinci sualda deyir ki, radiusu R1 bərabərdə 6 sm olan bir diskə, radiusu R2 bərabərdə 3 sm olan digər bir disk şəkildə kimi qaytanla birləşdirilib. Böyük disk 5 dəfə ox istiqamətində fırlandıqda kiçik disk hansı istiqamətdə və neçə dəfə dövr eləyər? Baxın, bilirik ki, görünür ki, birinci şəkil qarşılı ötürmədir. Qarşılı ötürmədə sabit olan cəmiyyətlər sürət və gedilən yollardır. Və bizə deyir ki, R verib, R-ə əsasən təyin eləməliyik ki, 5 dəfə, neçə dəfə dövr eləyir. Yəni, bilirik də dövrlərin sayı N-dir, R-dir. Onda nə edirəm? Baxın, V-nin N-lə R-lə olan düsturu var. 2 pi R M bölünsün T düsturuna əsasən baxıram ki, qarşılı ötürmədə sürət sabitdir deyə, sürətin sabit qiymətində radius və dövrlərin sayı tərs mütənasib asılıdır. Onda belə yazacağam. Yazıram ki, R1-in R2-yə nisbəti bərabərdir N2-nin N1-ə nisbəti. R1-in R2-yə nisbəti bərabərdir N2-nin N1-ə nisbəti. Tərs mütənasib asılı götürdüm. R1-im nəyə bərabərdir? 6-ya, R2-im bərabərdir 3-ə. 6 bölək 3 bərabərdir. Böyük diskim, baxın, budur, bu N1-imdir. Və o deyir 5 dəfə dövr edir. Yəni, N1-in yerinə 5 yazıram, N2 olsun X. Buradan ixtisar aparanda tapıram ki, N2 bərabər imiş 5 vurulsun 2 10-a. Deməli, birinci diskimiz 5 dövr eləyəndə, ikinci diskimiz də 10 dövr eləyəcək. İndi baxaq görək hansı istiqamətdə gedir. Baxın, bu istiqamətdə bunu, bu istiqamətdə çevirəndə elə fərz eləyin ki, yəni bu tərəf dartılır bura. Baxın, ip buradan dartılır bu tərəfə. İp buradan dartılanda, baxın, buradan başlayır deyə, avtomatik bu istiqamətdə getməyə başlayacaq. Bu istiqamətdə gedir, gəlir, neyniyir? Baxın, belə çevrildi. Ona görə də nə olacaq? D variantı olacaq. İkinci sualda deyir ki, OB və BC bərabərdir. Fırlanan diskin üzərindəki B və C nöqtələrinin mərkəzi qaçma təcillərinin nisbətini hesablayın. Baxanda görürük ki, bir disk üzrə hərəkətdir və bizə məsafə verib, əlavə olaraq da təcili istəyir. Baxın, bir disk üzrə hərəkətdə sabit olan cəmiyyətlərdən biri də bucaq sürətidir. Onda yazıram ki, A bərabərdir omega kvadratı vurulsun R düsturunu yazıram. Bucaq sürətinin sabit qiymətində təcillə radius düz mütənasib asılıdır. Yəni, onda yazıram ki, A, B-nin AC-yə nisbəti bərabərdir RB-nin RC-yə nisbəti. RB-miz nə qədərdir? Baxın, bu məsafə deyir. OB, BC bu məsafəyə bərabərdir. Məsələn, deyirəm ki, OB R-dir, onda bizim BC-miz də R-dir. Çünki axı eynidir. Onda ümumi OC məsafəsi olacaq 2R. OB məsafəmiz də elə bizim R-ə bərabərdir. Elə bizə də oldu. Baxın, OB-miz, yəni bu RB, OB deməkdir. RB o demək ki, mərkəzdən B nöqtəsinə qədər olan məsafə. RC də odur ki, elə OC, yəni mərkəzdən C-yə qədər olan məsafə da 2R-dir. İxtisar aparanda alırıq ki, AB-nin AC-yə nisbəti bərabər imiş 2-də 1-ə. Yəni, o da olacaq D variantı. Sonra gəlin 3-cü suala baxaq. 3-cü sualda deyir ki, bizə disk sabit tezliklə O nöqtəsi ətrafında fırlanır. B nöqtəsinin O nöqtəsinə nəzərən sürətinin modulunu hesablayın. OA bərabərdir 2OB-yə. Yəni, bu deməkdir ki, məsələn, OA-mız R-dirsə, OB-miz də bərabərdir nəyə? R bölünsün 2-yə. Buradan qeyd edirəm, baxın, OA-mız R-dirsə, bu şərtə görə tapılır ki, OB-miz də R bölünsün 2-yə bərabərdir. Bunu qeyd edəndən sonra bir disk üzrə hərəkətdir deyə bucaq sürətləri bir-birinə bərabər olacaq. V bərabərdir omega R düsturundan, omeganın sabit qiymətində V ilə R düz asılıdır. Onda yazıram ki, baxın, bizə VA-nı da 8 verib. Onda yazıram ki, VA-nın VB-yə nisbəti bərabərdir RA-nın RB-yə nisbəti. VA-mız 8-dir. VB-ni tapım görüm hələ. RA nə qədərdir? Baxın, RA-nı yazmışıq R, RB-miz də R bölünsün 2-dir. Bunlar ixtisar gedəndə qalır ki, VB bərabər imiş 4-ə.
Baxın, B nöqtəsindəki sürət 4-dür, A nöqtəsindəki sürət 8-dir. Bizi B nöqtəsinin fırlanma mərkəzinə nəzərən istəyirsə, B nöqtəsinin fırlanma mərkəzinə nəzərən elə 4 olacaq. Məsələn, A nöqtəsinin fırlanma mərkəzinə nəzərən istəsəydi, A-nın sürəti nə qədərdir? 8-dir. 8 götürəcəydik. Sonra 4-cü suala baxırıq. 4-cü sualda deyir ki, disk öz oxu ətrafında sabit periodla fırlanır. Hansı nöqtələrin xətti sürətləri qiymətcə bir-birinə bərabər və istiqamətcə əks olar? Baxın, bir disk üzrə hərəkətdə sabit olan kəmiyyətlərdən biri də bucaq sürətidir, perioddur, dövrlərin sayıdır, tezlikdir. Bizə deyir ki, sabit periodlandır. Yəni V bərabərdir 2 pi r bölünsün T düsturuna əsasən baxanda T-nin sabit qiymətində V ilə R düz astıdır. Yəni, belə çıxır ki, bir-birinə bərabərdirsə sürətlər, o deməkdir ki, radiuslar da bir-birinə bərabərdir. Buradan radiuslar sizcə harda? Baxın, 1 və 5 nöqtəsinə baxın, eyni bir xəttin üzərindədir. Yəni, 1 və 5-dən mərkəzə qədər olan məsafə eynidir. Ona görə də deyirik ki, radiuslar eynidir, buradakı sürətlər də eynidir. Amma təbii ki, bu istiqamətdə, baxın, istiqamət buradadır. Buradan fırlananda bu nöqtədə sürət bu tərəf olacaq. Sonra gəlir, burada sürət də bu istiqamətdə yönəlir. Bəli, sürətlər bərabər olur, amma istiqamətləri əks olur. Ona görə də cavabımız olacaq 1 və 5. 5-ci suala baxırıq. Sabit bucaq sürəti ilə fırlanan, yəni omeqamız sabitdir. Konstant yazıram. R radiuslu diskin kənar nöqtəsinin təcili A-ya bərabərdirsə, mərkəzdən R bölü 4 məsafədə olan nöqtənin təcili nəyə bərabərdir? Baxın, A-nı verib bizə, R-ləri verib müqayisə istəyir. Omega sabitdir. Hansı düstur olar sizcə? A bərabərdir. Omeqanın kvadratı vurulsun R düsturudur. Buna əsasən baxırıq ki, A-la R düz astıdır. Yəni, yazıram ki, A-nın AX-a nisbəti A-ya uyğun radiusu nə qədər verib? R. Həmin o RX-a görə ki, bizdən soruşur qiymətin. Ona uyğun radiusu da R bölək 4-dür də qalxır yuxarı. İxtisar gedir, tapırıq ki, AX-ımız bərabər olur. A bölünsün 4-ə. Deməli, cavabımız olacaq A bölünsün 4, yəni Y variantı. 6-cı suala baxırıq. Öncə buranı təmizləyək. Deyir ki, kürən mərkəzindən keçən O1, O2 ox ətrafında sabit periodla fırlanır. Yəni, bu nə deməkdir? Bizim T-miz konstantdır. A nöqtəsinin mərkəzə qaçma təcili 1-dir. Yəni, baxın, burada verilənləri yazıram. AA bərabərdir 1. Bizdən B nöqtəsinin mərkəzə qaçma təcilini istəyir. AB bərabərdir sual işarəsinə. Bu qrafik üçün, yəni qrafik deyirəm, bu şəkil üçün bizim belə bir qaydamız var radiuslara əsasən. Deyir ki, OA bərabərdir OB vurulsun kosinus alfa. Yəni bu OA məsafəsi, bu OA məsafəsi OB məsafəsinin kosinus 60 dəfə, kosinus 60 dərəcə qədər fərqlənir. Kosinus 60-ın qiyməti qədər fərqlənir. İndi bu nə deməkdir OA? Yəni RA-dır da, əslində RA da, RB də hər ikisi radiusdur. RA bərabərdir RB vurulsun kosinus 60. Kosinus 60-da da 2-də 1 alır. Yəni belə çıxır ki, RB bərabər olur nəyə? 2 RA-ya. Bunu yadda saxlayandan sonra gəlin, baxın, bir disk üzrə hərəkətdir. A var, R var. Məsələn, deyirəm, bir disk üzrə sabit olan kəmiyyətlərin biri bucaq sürətidir və yaxud da heç ona baxmırıq, bizə sabit period deyir. Yəni deyir ki, A bərabərdir 2 pi r bölü T düsturunun. Bax, T-nin sabit qiymətində A-la R düz asıdır. Yəni yazıram ki, A-nın AB nöqtəsinin təcillə nisbəti bərabərdir RA-nın RB-yə nisbəti. RA-nı saxlayıram olduğu kimi RB-m də 2 RA-dır. Gətirib yerinə qoyuram. Bunlar ixtisar gedəndə bizdən B-ni istəyir də. AB bərabər olur 2AA-ya. AA-nın da qiyməti 1-dir. 2 vur 1 nə eləyəcək? 2. Və salam, cavabımız olur 2. Sonra gəlin baxaq 7-ci suala. 7-ci sualda elə bundan eynidir. Mən təklif edirəm ki, videonu dayandırıb özünüz həll eləyəsiniz. Sonra yenə həllə baxasınız. Deməli, deyir ki, yenə kürən mərkəzindən keçən O1, O2 ox ətrafında sabit periodla fırlanır. Yəni, yenə period sabitdir. T-nin sabit qiymətində A nöqtəsinin xətti sürəti 4-dür. Bayaq təcili istəyirdi, indi sürətə əsasən deyir. Yenə qeyd eləyirəm. B
B nöqtəsinin deyir sürəti nəyə bərabərdir? Sual işarəsi. Yenə eyni qaydaya əsasən deyirəm ki, OA bərabərdir. OB kosinus 60, o da 2-dir. Yəni OB bölü 2. Onda yazıram ki, R-A bərabərdir. RB bölünsün 2-yə. Gətirirəm. Yenə bir disk üzrə hərəkətdir. Bucaq sürəti sabitdir. Sürətlə radius düz asıdır. Yəni yazacağam VA-nın VB-yə nisbəti bərabərdir RA-nın RB-yə nisbəti. VA-nın sürəti 4-dür. 4-ü bölürəm VB-yə bərabərdir. RA-nın sürəti RB bölü 2-dir. RB bölü 2 vurulsun RB. Bunlar ixtisar edəndə VB bərabər olur 4 vuraq 2, 8. Yəni 8-dir buradakı sürət. Bu da olacaq C variantı. Sonra baxırıq 8-ci suala. 8-də deyir ki, verilmiş birləşmədə C nöqtəsinin sürətinin modulu V olarsa, A nöqtəsinin mərkəzə qaçma təcilinin modulunun ifadəsi hansı olar? Baxın, C ilə B-yə baxsaq, görürsünüz ki, birbaşa olaraq bir-biri ilə əlaqəlidir. Baxın, hətta buradan çəkirəm, oxu. Görəsiniz, baxın. C birbaşa olaraq B-yə bağlanıb. Bu deməkdir ki, B ilə C-nin arasında qarşılı ötürmə əlaqəsi var. Yəni qarşıla bunlar bir-birinə bağlanıb. Deməli, C nöqtəsinin sürəti V-dirsə, mən deyirəm ki, B nöqtəsinin də sürəti nəyə bərabərdir? V-yə bərabərdir. Onda belə çıxır ki, gəlin bizdən A nöqtəsinin təcilini istəyir. Əvvəlcə baxaq görək bu B nöqtəsinin təcilini təyin edə bilirikmi? Düsturumuza əsasən bilirik ki, V bərabərdir omega R-dir. A-la AB bir disk üzrə hərəkət edir. Bunlarda omega sabit olacaq. Omeganın sabit qiymətində bunların deməli sürətləri ilə radiusları düz asıdır. Yəni yazıram ki, VA-nın VB-yə nisbəti bərabərdir RA-nın RB-yə nisbəti. VA-nın sürətini bilmirik, onu axtarırıq elə. Amma VB-nin sürətini V tapdıq da. Dedik ki, C-dəki sürətə bərabər olacaq. O da bərabərdir. RA-mız nə qədərdir? Baxın, tam mərkəzdən A nöqtəsinə qədər olan radius 3 R-dir. RB-miz də baxın 2 R-dir. Bunlar ixtisar gedir. VA bərabər olur nəyə? 3V bölü 2. Baxın, VA 3V bölü 2-dir. Bizdən də A nöqtəsinin təcilini istəyir. Təcil A bərabərdir V kvadrat bölünsün R deyil. Bunun təcili üçün bunun sürəti kvadrata yüksəldib bölürsən radiusa. Yəni, baxın, bunu kvadrata yüksəldib bölürəm yerə. 3V bölü 2-nin kvadratı 9V-nin kvadratı bölünsün 4-dür. Bu A nöqtəsi üçün radius nə qədər idi? 3 R idi. Bunlar ixtisar gedir, nə qalır? 3V kvadratı bölünsün nə? 4R. 3V kvadratı bölünsün 4R. D, B variantı. Sonra gəlin baxaq 9-cu suala. 9-cu sualda nə deyir? Qarşılı ötürmə ilə fırladılan disklərin üzərindəki B nöqtəsinin xətti sürətinin qiyməti 12 olarsa, K nöqtəsinin xətti sürətinin qiymətini hesablayın. Baxın, B ilə A birbaşa olaraq bir-birinə qarşıla bağlanıb deyə sürətlər eynidir. Yəni B nöqtəsinin sürəti 12-dirsə, deməli A nöqtəsinin də sürəti 12 olacaq. Və A ilə K bir-biri ilə bir disk üzrə hərəkətə görə bağlanır və burada omega sabitdir. Omeganın sabiti bərabərdir. Baxın, omega R-ə görə omeganın sabit qiymətinə sürətlə radius düz asıdır. Yəni yazıram ki, VB-nin VK-ya nisbəti bərabərdir RB-nin RK-ya nisbəti. VB-nin sürətin, VB deyirəm, VA. VA-nın sürəti nədir? 12 oldu. 12 bölünsün VK, bu 2 oxşamadı. Bu da V-yə oxşamadı. 12 bölünsün VK bərabərdir. Bu RA-dır. Niyə RB yazmışam? RA-nın radiusu nə qədərdir? Yəni RA OA deməkdir, 60. OK-nın radiusu, baxın, bu məsafədə nə qədərdir? 20. Bunlar böləndə burada 3 qalır. VK bərabər olur 12 bölü 3, 4. Cavabımız olur nə? 4 metr bölü saniyə, 9Y variantı. Sonra gəlin 10-cu suala baxaq. 10-cu sualda deyir ki, qarşılı ötürmə ilə sürüşmədən fırladılan çarxlarda RA
Aha, 3 santimdir. RB də 4 santimdir. A nöqtəsi 9 dövr eləyəndə B nöqtəsi harda olar? Gəlin baxaq. Qarşılı ötürmədir deyə V-nin sabit qiymətidir. Dövrlərin sayından da, yəni böyük yenindən də söhbət gedir deyə avtomatik bu düsturu yazıram. V bərabərdir 2 pi r m böl t. V-nin sabit qiymətində n-lə r tərs asıdır. Yəni yazıram ki, R-A-nın RB-yə nisbəti bərabərdir NB-nin N-A-ya nisbəti. Baxın, R-A-nı 3 veriblər. 3-ü bölürəm, RB nədir? 4 bərabərdir. NB-ni bilmirəm, elə onu axtarıram. Yəni anda 9-dur. Buradan tapıram ki, NB bərabərdir 9 dəfə 3-ün 27 bölünsün 4. 27-ni də 4-ə böləndə təxminən 6,7 düşür da təxmini 6,7. Yəni bu B nöqtəsi 6 dövr eləyir, sonra 0,7 qədər də dövr eləyir. Bu 6 dənə dövr eləyəndə yenə B nöqtəsinə gəlir. Baxıram ki, burada 0,7 dövr qədər var. 0,7 nə deməkdir? Yəni hardasa elə bil ki, yarın keçib. Baxın, buradan yarın keçib, gəlib hardasa bu nöqtələrdədir. Baxın, 4 nöqtəsinə uyğun gəlir. Yarın keçəndən sonra 4 nöqtəsinə. Yəni fərz edin ki, tutaq ki, deyirəm ki, 6,7. Deyirəm ki, bu tam dövr məsələn 10-dur. Onu 4 yerə böləndə 2,5 düşür. Tam yarıya gələndə 2 dənə 2,5 5 eləyir. Buram 4-də 3-dür 4 nöqtəsi. 4-də 3-ə gələndə neçə eləyəcək? Elə bil ki, 5-in üstündəki 7,5 eləyir. 7,5-dir. Bizə 6 neçəsi lazımdır. Yəni hardasa gəlir, yenə deyirəm, bu hissələrə düşür, 4 nöqtəsinə uyğundur. Ona görə də B variantı olacaq. Məsələn, 5 nöqtəsi olsa, 8-lərə gedib çıxır. Daha böyük rəqəmdir. Sonra gəlin baxaq 11-ci suala. Qarşılı sürüşmədən fırladılan təkərlərdə əsasən A və B nöqtələri üçün doğru münasibətlər. Yenə də deyirəm ki, qarşılı ötürmədir, V sabitdir. V-nin sabit qiymətini ümumiyyətlə radiusla bucaq sürəti düz tərs mütənasib asıdır. V bərabərdə omega r. Onda yazıram ki, məsələn, omega A-nın omega B-yə nisbəti RB-nin RA-ya nisbətidir. RB nə qədərdir? 2R. R adı nə qədərdir? Bunlar böləndə qalır 2. Tənasüblə həll eləsəm VA 2VB-yə bərabərdir. Yəni omega 2 omega B-yə bərabərdir. Biri 2-dir. Təcildə A bərabərdə omega kvadratı R-dir. Yəni R nə düz asdı? O da eyni qiymət olacaq. 2 ilə 5 olacaq. Yəni V bərabərdə omega R-də də tərs asıdır. A bərabərdir, deməli V kvadrat bölünsün R-də, V-nin sabit qiymətində də A-nın R tərs asıdır. Ona görə də eyni asılıq olur. 12-ci sualda qayışla sürüşmədən fırladılan disklərdə A, B və C nöqtələri üçün doğru olanları seçin deyir. Baxın, A ilə B qayışla ötürüb deyə onların sürətləri bir-birinə bərabərdir. Bunu yazıram ki, VA bərabərdir VB-yə. Yəni gəlin VB-yə. C-yə baxsaq, baxın, B nöqtəsinin bura qədər olan məsafəsi R-dir, C nöqtəsində 4 R-dir. Yəni C-nin radiusu böyükdür. Bu B ilə C disk üzrə hərəkətdir deyə omeqanın sabit qiymətində baxıram ki, V bərabərdə omega-yə görə V ilə R düz asılı. Yəni radiusu böyük olanın sürəti böyükdür. C-nin radiusu 4-dür deyə C bunlardan daha böyükdür. Yəni belə olacaq da VC. VA bərabərdir VB-yə, VC onlardan böyükdür. Baxın. Biri 6-dır. Sonra baxırıq omeqalara. Omega B ilə C bir disk üzrə hərəkətdir deyə onların ümumiyyətlə omeqaları bir-birinə bərabər olacaq. Amma baxıram ki, B ilə A bir qarşılı ötürmədir. Yəni V-nin sabit qiymətində radiusla bucaq sürəti tərs asıdır. Yəni hansının radiusu böyüksə, onun bucaq sürəti daha kiçikdir. Baxıram ki, B-nin radiusu R-dir, A-nın radiusu 3R-dir. Yəni A-nın radiusu daha böyükdür, onun bucaq sürəti daha kiçikdir. Onda olacaq omega A kiçikdir, omega B bərabərdir omega C-yə. O da olacaq nə? 3. Cavab oldu 3 və 6. Sonra baxırıq 13-cü suala. Disk sabit sürətlə O nöqtəsi ətrafında fırlanır. M nöqtəsinin K nöqtəsinə nəzərən K nöqtəsinə, O nöqtəsinə və K-nın O nöqtəsinə nəzərən sürəti və VK-nı da V verib. Və deyir ki, MK 2K O-ya bərabərdir. Yəni MK 2 dəfə bunlardan böyükdür. Məsələn, OK məsafəsi x-dırsa, MK məsafəsi 2x-dır. Belə yadda saxlayırıq.
İndi baxaq. Deyir ki, M nöqtəsinin K nöqtəsinə nəzərən. M-in K-ya nəzərən baxıram ki, burada 2x-dir. 2x-sə bunun sürəti də 2v olacaq. Bir disk üzrə hərəkətdə v bərabərdə omega r-də axı omeganın sabit qiymətində v ilə r düz astıdır. Sonra baxırıq o birisinə. M nöqtəsinin O nöqtəsinə. M-in O-ya nəzərən baxın 2x bir də x ümumi 3x-dir. Yəni radius 3 dəfə fərqlənirsə, sürət də 3 dəfə fərqlənəcək. V-dirsə olacaq 3v. Da B. K nöqtəsinin O nöqtəsinə 1x qədərdir. Elə bu da D olacaq. 14-cü sual. Qarşılı ötürmə ilə fırlanan disklərin K və O nöqtələrinə uyğun olanları seçin. Fırlanma periodları nisbəti, baxın, bunlar qarşılı ötürmədir, V sabitdir. V-nin sabit qiymətində 2 pi r böl t-yə baxsaq, radiusla period düz astıdır. Yəni TK-nın TA-ya nisbəti RK-nın RA-ya nisbət deməkdir. RK R-dir, RA da 2R-dir. O da R böl 2R 2-də 1 eləyəcək. Bir də düşdü C. 2-də xətti sürətlərin nisbəti qarşılı ötürmədə eynidir deyə onları bir-birinə bölsək eyni cavab alarıq. Yəni 1 alarıq. 2 alacaq. 3-də təcil olsa, məsələn, A bərabərdir V kvadrat bölə R yazsam daha uyğundur ki, qarşılı ötürmədə V-nin sabit qiymətində A-nın R tərs asıdır. Yəni bu nə deməkdir? Bizdən AK-nın A-ya nisbətini istəyir. Tərs asılı yazsam RA-nın RK-ya nisbətini tapıram. RA nə qədərdir? Baxın, A-nın radiusu 2R-dir, K-nın radiusu R-dir. Bunlar ixtisar gedir, qalır 2. Cavab olacaq nə? 2B variantı. Deməli, C, A, B oldu cavab. Əgər bəyəndinizsə kanala abunə olub bəyənməyi unutmayın.